Hər vaxtınız xeyirli olsun, hörmətli kanal izləyiciləri. Xırdalanda belə bir çox gözəl, keyfiyyətli, tikili 5 otaqlı 2 mərtəbəli həyət evi satışdadır. Evin torpağında, evində sənədlər tam qaydasındadır. İpoteka ilə də bu evi asanlıqla əldə etmək olar. Və evin üst görünüşü belə bir geniş həyəti qalıbdır ki, 3-4 maşın rahatlıqla həyətinə yerləşir. Kommunal xətlərin hər biri çəkilib, qazı, su, işığı daimi, sayğaclar qoyulub. Həyətində bax burada darazayında trap xətti qoyulubdur. Bax belə bir geniş həyəti qalıbdır. Göründüyü kimi həyətində də divarlarında bax belə bir çılçıraqlar da vurulub. Ev kürsülüdür. Otaqlar genişdir, işıqlıdır. Çox gözəl, keyfiyyətli materiallardan istifadə olunubdur. Evə daxil olduqda belə bir geniş dəhlizi var. Birinci mərtəbədə onu deyim ki, evin mərtəbələr arası hər biri monolit beton tökülüb. Bura dəhlizi, dəhlizin də birinci mərtəbə isti poldur. Sağ tərəfdə belə bir geniş mətbəx yerləşir. Ev çox gözəl, keyfiyyətli tikilisi var, zövqlü də gözəl bir təmir olunubdur. Divar kağızları da çox gözəl səliqəli vurulubdur. İkinci mərtəbə qalxması pilləkən beton, pilləkəndir, betondan yan taxta yığılmayıb. Burada zal otağı, birinci mərtəbədə kondisioner üçün işıq xətti çəkilib, TV üçün işıq xətti çəkilibdir. Çox gözəl, keyfiyyətli tikilisi. Və birinci mərtəbəmə bir daha qeyd edim ki, isti pollu döşəməsi. Bura ikinci bir otağı. Birinci mərtəbədə. Göründüyü kimi otaqların hər birinə gün işığı düşür. Burada isə pilləkən altına bax belə yer saxlanılıb. İsitmə sistemi, kombi sistemidir və burada gördük ki, istili pol üçün kollektorlar da yığılıbdır. Burada isə hamam otağı. Geniş bir hamam otağıdır. Kifayət qədər çox gözəl, geniş bir hamam otağı var. Birinci mərtəbə ilə tanış olduq. İndi isə ikinci mərtəbəyə qalxaq. Qeyd etdiyim kimi ikinci mərtəbələrin hər bir mərtəbə arası monolit betondur. İkinci mərtəbəyə qalxdıqda bax belə bir geniş dəhlizi var. 3 yataq otağı yerləşir. Bura bir yataq otağı. Otaqların hər biri kifayət qədər genişdir. Çox gözəl, rahat, genişliyi var. Bura ikinci bir yataq otağı. Onu da qeyd edim ki, yataq otaqlarında da kondisioner üçün işıq xətti çəkilibdir. Burada isə üçüncü bir yataq otağı. Belə bir geniş yataq otağı. Bir daha qeyd edim ki, sənədlər tam qaydasındadır. İpoteka ilə də bu evi asanlıqla əldə etmək olar. Və ikinci mərtəbədə hamam otağı. Deməli, birinci və ikinci mərtəbədə də hamam otaqları var. Hər bir iki mərtəbədə olduğu kimi. Evin başlanğıc qiyməti 180.000 manat deyilir. 180.000 manat və real alıcıya endirim olunacaqdır.